Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarından təxminən hardasa 300-400 metr məsafədə 2.5 sotun içində şəxsi inşa olunmuş, demək 2 ailə üçün uyğun bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırım. Bu evin bir hissəsi ara mərtəbəsi monolitdir. Şəxsi tikili olub. Demək, evin aşağı hissəsində biraz işlər qalıb. Evin hər tərəfinə də fırlamaq mümkündür. Bir sot həyəti rahat var. Bax, buradan çəkirəm. Həyəti görürsünüz, genişliyi var. Rahat 3-4 maşın həyətə daxil ola bilər. Bir sotdan da hələ çoxdur desəm. Yəni, rahat bir sotu var. Evin yan tərəflərindən keçmək mümkündür. Baxın, evin ara mərtəbəsi, görürsünüz, kəmər atılıb, mətbəx hissələri, bəziləri monolitli, yuxarıdan da kəmərləri atılıb. Evin qurqaboyu hər tərəfindən fırlamaq mümkündür. Keçən də bir aşağı ilə tanış olaq. Bax, bu hissəsinə ev sahibi istiyacqa verdirib. Özdə gördüyünüz kimi, yəni istipod üçün yer saxlayıb. Diqqətlə baxın, ətraf çəkirəm. Haradasa 2 metrdə eynidir dəhlizim. 2 ailə üçün tam uyğundur. Yuxarı hissəsi dəhliz ilə mətbəx monolitdir. Yayda zətdə oturmaq üçün ev sahibi burada otururlar. Bax belə, burada bir yay mətbəxi sadı belə düzü qoşub. Düz indi buranı ayrıca ev eləmək olar, təmir eləmək lazımdır. Aboylar vurulub, qapı qoymaq lazımdır. Yəni belə bir xərcləri var, elə çox xərci yoxdur. Bugünkü vəziyyətdə bazara uyğun nizamlanıb. Artıq hal-hazırda artıq əşyaları yığıblar bura. Kombi sistemi ilə təchiz olunub, ev qoşadaşdan inşa olunub. Sadəcə burada şərait yaratmaqda ötürü buranı istipol eləyirsiniz, təzdən qapılar qoyursunuz, aboy vurursunuz, olur gül kimi çiçək otaqlar. Sanuzel yeri də buradadır. Aşağı mərtəbəndə, hamısı sistemlərdə çəkilib orada. Sistemlərdə hazır çəkilib. Keçən də evin içi ilə, yuxarı mərtəbəsi əsası ilə tanış olaq. Bu ev əvvəllər 155 min start satışda olub əvvəllər. İndi evi qiymət endirilib, özdə endirimdə də deyəcəm sizə yenidə endirim olacaq. Evin sol tərəfində görürsünüz nə qədər məsafəsi var. Hardasa 1 metrdə burada məsafəsi var. Evin hər tərəfinə fırlanmaq mümkündür. Keçirik buradan evin içinə. Girən kimi geniş dəhliz, istipol. Evin təmiri də yaxşıdır, əladır. Bunu da nəzərinizə çatdırın. Sağ tərəfdə mətbəxdir. Mətbəxi də genişdir, ürək açandır, istipoldur. Mətbəx mebelləri də membrandan yığılıb, özə bahalı, keyfiyyətli materiallardan yığılıb. Dəhliz də genişdir. 2 metr dəhlizin enidir. Burada bir dənə uşaq otağıdır. Gördüyünüz kimi uşaq otaqlarda haradasa 10-12 kvadrat olar. Pəncərəsindən tam rahat işıq düşür. Havalanmaya tam uyğundur. Burada bir yataq otağıdır yenə. Gördüyünüz kimi arxası da açıqdır. Haradasa 2 metrdən çox evin arxasından məsafəsi var. Pəncərələr tam rahat evin içinə işıqdır. Burada haradasa 12-14 kvadrat olar. Təxmini ölçü deyirəm. Az fərq edir, hörmətli izləyicilər. Demək, dəhlizdən 2 yataq otağını çəkdik. Burada bir qonaq otağıdır. Qonaq otağı da gördüyünüz kimi təmiri vəziyyətdədir. Burada haradasa 4 metrənin bir 7 metrəyə yaxın olar. 6.56 zat var. 7'ye yaxın, 6'dan çox olar. Sonda 4-cü otağı çəkirəm. 15-16 kvadratda buradadır. Biraz fərqlidir. Burada təmiri qaydasındadır. Evin yuxarı hissəsi demək olar təmirlidir. Hər şey qaydasındadır, hörmətli izləyicilər. Bir dənə qalır. Aşağıda da elə bir xərci yoxdur. Sonda demək, bura sanuzel hissəsidir. Sanuzeldə gördüyünüz duş kabinası, sanitar qovşağı, moydatırı zaten hamısı qaydasındadır, gördüyünüz kimi. Hörmətli izləyicilər, sənədi bələdiyyədir. Arxiv sən arayışı zaten hamısı qaydasındadır, kup çalmaq üçün arxiv arayışı zaten hamısı ev sahibi alıb. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodlar götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Evin qiyməti
155 mindən 140 minə indirilib. 140 minə. Yenə də endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alan da xeyir versin, Allah satana da.